Hər kəsə salam. Bugün biologiyadan 20 sınaqdan 17-ci sınağı izah edəcəm. Birinci sualdan başlayaq. İnsan qanında və toxumalarında hansı maddənin miqdarının artması, Yunan dilindən tərcüməsi ayaq üstə tələ olan xəstəliyin yaranmasına səbəb olur. Ayaq üstə tələ olan podaqa xəstəliyidir. Podaqa xəstəliyi də sidik turşusunun artmasının nəticəsində olur. Deməli, doğru cavab A variantı. İkinci sual. May böcəyi, çay xərçəngi, bal arısı, buğmayaqlar tipinin nümayəndələrinin gözlərinin sayı nəzərə alınaraq doğru münasibəti müəyyən edin. May böcəyində 2 göz var. Çay xərçəngində də 2 göz. Bal arısında isə bir cüt mürəkkəb göz və 3 dənə sadə göz, yəni 5 göz var. Onda A bərabərdir B-yə. Bunlar da kiçikdir C-dən. Doğru cavab D variantı. Ağ akasiya üçün doğrudur. Təklərəkvari yarpağa malikdir. Bəli, bu doğrudur. Yarpaqları şəklini dəyişərək tikana çevrilmişdir. Bu da doğrudur. Çiçək yanlığını əmələ gətirən struktur elementlərin sayı 8-ə bərabərdir. Akasiya paxlallar fəsləsinə aiddir. Paxlallarda da çiçək yanlığı 10'dur. Struktur elementi 10'dur. Yəni 5 kasa yarpağı, 5 dənə də ləçək var. Bu səhvdir. Bir toxumlu quru meyvə əmələ gətirir. Ağ akasiya paxlallar fəsləsinə aiddir. Ona görə çox toxumlu quru meyvə əmələ gətirir. Yəni doğru cavab Y variantı 1, 2. Sonra 4-cü sualda. Adətən gövdənin daxili qatında neçə qrup toxumaya rast gəlinir? Daxili qatında deməli törədici toxuma var, sonra ötürücü toxuma, əsas toxuma, bir də mexaniki toxuma var. 4 növ, 4 qrup toxumaya rast gəlinir. Doğru cavab B variantı. Gövdənin skeletini təşkil edən sümük növlərinin sayının azalması ardıcıllığına əsasən heyvanların düzgün sırasını müəyyən edin. Onurğa sütunu sümükləri, qabırğalar və döş sümüyünün 3 müxtəlif növ sümük olduğu nəzərə alınmalı. Deməli, çay xanısında var onurğa sütunu, bir də qabırğalar, yəni bunda 2 növ. Çöl göyərçinin də hər üçü var. Onurğa sütunu, qabırğalar, döş sümüyü. Göl qurbağasında döş sümüyü yuxarı ətrafın qurşaq skeletinə aiddir. Onda burada yalnız onurğada onurğa sütunu var. Deməli, hansı sırayla? Azalma sırası ilə 2, 1, 3. Doğru cavab A variantı. Cədvəldə 4 müxtəlif qrupa aid olan bitkilərin xüsusiyyətləri göstərilib. Cədvələ əsasən hansı qrupa aid olan bitkilərdə ilk dəfə təkamül baxımından ən cavan kök əmələ gəlir? Baxaq, bitkiləri müəyyən edək. Birinci bitkimiz mayalama prosesində bilavasitə iştirak edən qametlərin sayı 2. Bir kök sistemi ola bilər. Rəng daşıyan olması, yəni bunda xromatofor yoxdur. Bu aid olacaq 2 qamet varsa, məsəl üçün çılpaq toxumlara aid olacaq. Çılpaq toxumlu. Sonra ikinci bitkiyə baxaq. Qametlər 3'dür, yəni bu örtülü toxumlara aiddir. Bir kök sistemi ola bilər. Bu olsun örtülü toxumlu. Xromatofor yoxdur. Üçüncü, qametlər 2 dənədir. Bir kök sistemi yoxdur. Məsəl üçün qıcılar və mamırlar ola bilər. Qıcı və yaxud da mamır. Dördüncü bitki isə burada deyir qametlər 2 dənədir. Bir kök sistemi də yoxdur, rəng daşıyan var. Məsəl üçün yosunlar ola bilər. İlk dəfə təkamül baxımından ən cavan kök əmələ gəlib. Təkamül baxımından ən yaşlı kök, belə desək, ən birinci əmələ gələn kök əlavə kökdür. Sonra onun üzərində yan kök. Ən cavan kök isə əsas kökdür. Əsas kökdə çılpaq toxumlarda əmələ gəlmişdir. 1. Doğru cavab C variantı. Hansı əlamət və ya xəstəlik yalnız kişilərdə təsadüf olunur? Kişilərdə Y xromosomu ilə ilişikli keçən xəstəliklər
qulaqda tüklük və pulcuqlu dəri. 4, 5. Doğru cavab A variantı. 8-ci testə baxaq. DNT molekulunun sintezi zamanı 198 molekul su əmələ gəlib. Əgər qarğıdalı dərinin cücərməsinə sərf olunan suyun miqdarı DNT-nin nükleotidlərin sayına bərabər olarsa, bu bitkinin quru dənlərinin çəkisini hesablayın. Deməli, burada 198 molekul su varsa, 200 molekul burada 200 nükleotiddən ibarətdir. Qarğıdalı dəni də öz çəkisindən 2də 1 qədər su udursa, bunu vuracağıq 2-yə. Yəni, quru dənlərin çəkisi 400. Doğru cavab Y variantı. 9. İnsanda bəbəyin genəlməsini təmin edən sinir öz başlanğıcını haradan götürür? Göz bəbəyinin genişlənməsini təmin edən sinir simpatik sinirlərdir. Simpatik sinirlər də öz başlanğıcını onurğa beyninin döş şöbəsindən götürür. Doğru cavab D variantı. Qarşılıqlı əlaqələrdən hansı tip öz xüsusiyyətlərinə görə yırtıcı qurban münasibətinə yaxındır? Parazit sahib. Parazit sahib ola bilər. Çünki yırtıcını burada parazit kimi götürsək, qurban da sahib orqanizm olur. Simbiyoz, rəqabət, kommersializm, amensializm bunlara uyğun gəlmir. Doğru cavab A variantı. 11. İnsan musiqiyə qulaq asır. Bu prosesdə qarşılıqlı əlaqədə olan strukturları müəyyən edin. Qulaq asırsa, böyük yarımkürələrin gicgah payı, bu eşitmə payıdır, doğrudur. Böyük yarımkürələrin təpə payı buna aid deyil. Oval və dairəvi torbacıqlar, bu müvazinətdir. İlbiz eşitməyə xidmət edir, bu da aiddir. Kolbacıqlar və çöpçüklər bu gözə aiddir. Deməli, doğru cavab 1, 4. B variantı. 12. Hansı heyvanda döş tili var? Yarasa yaxşı uçduğuna görə bunda döş tili var. 13. Hansı bitkinin bir çiçəyinin yumurtalığında bilavasitə 2 qat mayalanma nəticəsində əmələ gələn bütün hüceyrələrin xromosom yığımlarının cəmi 5N olar. Yəni, burada bir yumurtalığında xromosom yığımı 5N-dirsə, burada söhbət gedir endosperm 3N, bir də rüşeym 2N, 5N-dən. Yəni, burada 2 qat mayalanma olsun, yəni örtülü toxumlu olsun. Bitkilərin də hamısı verilmişdir örtülü toxumlu bitkilər və yumurtalığında bir dənə toxum əmələ gəlsin. Bunlardan bir toxumlu meyvə olan göy çiçəkdir, toxumca meyvədir. Yəni, doğru cavab A variantı. 14. Qaraciyər sorucusu, sonra soxulcan və insan asqarıdı verilib. Bu heyvanlar üçün ümumi olmayan xüsusiyyətləri müəyyən edin. Sinir düyünlərinin olması. Bunlar üçün hamısında bu ümumidir. Qida həzm kanalının 2 istiqamətdə hərəkət edir. İnsan asqaridində bir istiqamətdə hərəkət edir. Məsəl üçün, soxulcanda, ancaq qaraciyər sorucusunda 2 istiqamətdə. Bu ümumi deyil. Sonra qan damar sisteminin olması. Bu da ümumi deyil. Soxulcanda var, digərlərində yoxdur. Eninə əzələlərin olması. İnsan asqaridində yalnız uzunlu əzələlər var. Bu da doğru deyil. Uzunlu əzələlərin olması, yəni bu hamısında doğrudur. Deməli, nə oldu? Qida həzm kanalında 2 istiqamətdə hərəkət edir. Bu ümumi olmayandır. 2. Qan damar sistemi də ümumi olmadı. 3. Bir də eninə əzələlərin olması. Bu da ümumi olmadı. 2, 3, 4. Doğru variant A variantı. İnsanda neçə növ sümük bilavasitə çanaq sümüyü ilə birləşmə əmələ gətirir? Deməli, çanaq sümüyü ilə deyir, neçə növ sümük bilavasitə. Növ deyirsə, çanaq sümüyü ilə elə digər çanaq sümüyü, yəni yastı sümük bir növ. Sonra çanaq sümüyünə birləşir but sümüyü, uzun boylu sümüklər 2 növ. Bir də onurğa sütununun sümükləri, bu da qarışıq sümüklər. 3 növ sümük birləşir. Doğru cavab A variantı.
16. Normal halda toxumalarında 4 qram xolesterin sintez olunduğu müddət ərzində insana minimum nə qədər C vitamini zəruridir? Bir sutkada 1 qram xolesterin sintez olunursa, 4 qram da 4 sutkada sintez olunur və sutka ərzində C vitamininə minimum tələbat 50 mg-dır. 50-ni vururuq 400-ə 200 mg. Doğru cavab A variantı. 17-ci suala baxaq. Deməli, Eyler-Venn diaqramı verilib və spermi bir də spermatozoid uyğunluğu müəyyən etmək tələb olunur. Deməli, proterozoid erasında spermatozoid əmələ gəlmişdir. Bura yazaq 1. Sonra paleozoid erasında sperm əmələ gəlib 2. Xromosom müxtəlifliyinin sayı orqanizmin haploid xromosom yığımına bərabər olur. Haploid xromosom yığımına bərabər olan hər ikisidir. Həm bilirik ki, qametlərdə xromosom müxtəlifliyi haploid xromosom yığımına bərabərdir. Çünki qamet özü haploid xromosom yığımlıdır. Bura aiddir 3. Cinsi çoxalmada iştirak edir hər ikisi. Ən qədim hərəkət orqanoiduna malikdir spermatozoid. Ən qədim hərəkət orqanoidi qamçıdır, qamçıya malikdir. Bu da oldu 5. Deməli 2, sonra 1, 5, 3, 4. 2, 1, 5 və 3, 4. Doğru cavab B variantı. Hansı alim balıqların seleksiyası ilə məşğul olmuşdur? Kirpiçnikov. Doğru cavab A. 19. Mendel irsən ötürülmənin qanuna uyğunluqlarını kəşf edən zaman istifadə etdiyi bitkinin tozlanma üsuluna malik olan bitkiləri müəyyən edin. Mendel noxud bitkisi üzərində aparmışdı və noxud bitkisi öz-özünə tozlanırsa, burada öz-özünə tozlanan bitkilər yebəndi, lobya və buğdadır. 20. İnsanın həzm kanalının verilən şöbələrində qidanın hərəkətinin düzgün ardıcıllığını müəyyən edin. Deməli, burada çəmbər bağırsaq, kör bağırsaq, acı bağırsaq, 12 barmaq bağırsaq verib. Qida birinci nazik bağırsağa düşür. Burada 12 barmaq bağırsaqla başlayır nazik bağırsaq. Sonra acı bağırsağa keçir. Deməli, 4, 3. Sonra qalça bağırsaq var, o verilməyib. Sonra gəlir yoğun bağırsaqdan kör bağırsaq. Ondan sonra çəmbər bağırsaq, sonra düz bağırsaq. Deməli, 4, 3, 2, 1 ardıcıllığına doğru cavab A variantı. 21-ci sual. Meyvə kök gövdə yumrusundan nə ilə fərqlənir? Ondan bilavasitə yan köklər çıxa bilər. Meyvə kök kökün şəkil dəyişməsidir. Bilavasitə yan kök çıxır. Ancaq gövdə yumrusundan əlavə kök çıxır. Deməli, birinci fərqi oldu 1. Onun yaranmasında gövdə iştirak edir. Meyvə kökün yaranmasında yəni fərqli cəhət deyil bu, doğru deyil. Ondan əlavə köklər çıxır, xeyr, yan kök çıxır. Onun yaranmasında 2 müxtəlif vegetativ orqan iştirak edə bilər. Bu doğrudur. Yəni meyvə kök əsas kökün və gövdənin aşağı hissəsinin şəkil dəyişməsindən əmələ gəlir. 1, 4. Orada ehtiyat qida maddələri toplanır. Hər ikisində ehtiyat qida maddəsi toplanır. Doğru cavab 1, 4, C variantı. 22. Birincidə bitki hüceyrəsi verilib, ikincidə isə heyvan hüceyrəsi verilib. Şəkildə iki aləmin nümayəndələrinin hüceyrələrinin quruluşu verilib. Birinci aləmin hüceyrələri ikinci aləmin hüceyrələrindən nə ilə fərqlənir? Yəni bitkilər heyvanlardan nə ilə fərqlənir? Bu aləmin nümayəndələrinin əksəriyyəti ömrünün sonuna dək böyüyür. Bəli, bitkilər ömrünün sonuna dək böyüyür, ancaq heyvanlar isə müəyyən yaş dövrünə qədər böyüyür. Bu birinci doğrudur. Sonra 2. Hüceyrə şirəsi ilə dolu vakuollar olur. Bəli, bitkidə hüceyrə şirəsi ilə dolu vakuollar olur. 2 də doğrudur. Stokinez zamanı aktin və miozin tərkibli saplar əmələ gəlir. Bu heyvanlara aiddir, bu səhvdir. Fagositoz baş verir, bu da heyvanlara aiddir. Hüceyrə divarına malikdir. Bəli, bitkilər hüceyrə divarına malikdir, heyvan hüceyrəsi isə malik deyil. 1, 2, 5. Karbohidratlar glikogen halında toplanır, bu heyvanlara aiddir. Doğru cavab D variantı 1, 2, 5. 23.
Ürək siklinin müddəti sakit halda 11,2 ml oksigenin ağciyərlərə daxil olduğu vaxtda saniyə ilə bərabər olan insanın 1 dəqiqə ərzində nəbz vurğularını hesablayın. Deməli, sakit halda 11,2 ml oksigen. Baxaq görək neçə saniyə, yəni bir tənəffüsə nə qədər saniyə lazımdır? Bilirik ki, 1 dəqiqədə 16 tənəffüsdür və biz 60'ı 16'ya bölsək 3,75 saniyə. Yəni bir tənəffüs zamanı 3,75 saniyə vaxt sərf olunur. Yəni bir tənəffüs zamanı 3,75 saniyə ərzində ağciyərlərə 105 mililitr oksigen daxil olur. Yəni havada 500 dəyişən hava 500 mililitrdir. Bunun da 21% oksigendir. Yəni 105 mililitr. Sonra deyir ki 11,2 mililitr. Görək neçə saniyədə olur. X bərabərdir 3,75 vuraq 11,2. 3,75'i 11,2'ye vurduqda 42. 42 bölək 105 bərabərdir 0,4. Yəni ürək siklinin müddəti 0,4 saniyə oldusa, deyir insan 1 dəqiqə ərzində nəbz vurğularını hesablayın. Bu o deməkdir ki, 0,4 saniyədə bir dəfə vurur. Görək 60 saniyədə, yəni 1 dəqiqədə soruşur. 60 saniyədə nə qədər vuracaq? 150. Doğru cavabımız 150. Hansı xüsusiyyətlər yalnız primatlar dəstəsinin nümayəndələri üçün səciyyəvidir? Primatlar dəstəsi, yəni meymunlar. Burada tər vəzləri təkcə bunlara aid deyil, bu səhvdir. Mimiki əzəllər yalnız meymunlara aiddir. Sonra yastı dırnaqlı barmaqlar yalnız meymunlara aiddir. Yumuşaq dodaqlar xeyr, sol aorta qövsü bütün məməlilərə aiddir. Deməli doğru cavab 2, 3. Sonra 25. Şibyənin daxili qatının mitselləri arasında yerləşən orqanizm üçün səciyyəvi ola bilər. Şibyənin daxili qatının mitselləri arasında yerləşə bilər siyanobakteriyalar və yaxud da ki yosunlar. Deyir səciyyəvi ola bilər. Tərkibində maqnezium olan maddəsi olur. Bəli, bu doğrudur. Çünki xlorofilin tərkibində maqnezium olur. Heterotrofdurlar, xeyr, avtotrofdurlar. Hüceyrə divarında xitin olur. Bu göbələklərə aiddir. Bizdə isə ya siyanobakteriya ya yosun olmalıdır. Produsentdir, bəli, hər ikisi də produsentdir. Ya yosun və yaxud da ki siyanobakteriya. 1, 4. Hüceyrələrində xloroplast olur. Siyanobakteriyaların hüceyrələrində xloroplast olmur. Yosunlarda da xromatofor olur. Bu doğru deyil. Deməli doğru cavab 1, 4. 26. Louis Pasteur'ün xidmətlərinə aiddir. Müasir mikrobiologiyanın banisidir. Bəli, bu doğrudur. Mikrobiologiyanın banisi Louis Pasteur'dir. Sonra quduzluğa qarşı vaksin kəşf etmişdir. Bu da doğrudur. Təbii çiçəyə qarşı bu genlerin işidir, səhvdir. Ekologiya termini elmə gətirmişdi. Ernest Haeckel'dir bu. Müasir dövrdə həyatın öz-özünə yaranmasını qeyri-mümkün olmasını sübut etmişdir. Bəli, öz kolbadakı təcrübəsi ilə bu doğrudur. Deməli 1, 2, 5. Təbii yaradılış tarixi bu əsər Haeckel'ə aiddir və Haeckel bu əsərində meymun, insan, bir də it rişeymlərini müqayisə etmişdir. Deməli 26'da oldu 1, 2, 5. 27. Uyğunluğu müəyyən edin. Coğrafi növ əmələ gəlmə, ekoloji növ əmələ gəlmə. Arıquşunun bir növü bu forma ilə yaranıb. 5 növü bu forma ilə yaranıb. Arıquşu da ekoloji növ əmələ gəlmədir və qidalanmaya görə 2-yə A variantı. Arealın genişlənməsi populyasiyanın sayının artmasına səbəb olur. Coğrafi növ əmələ gəlməyə aiddir arealın genişlənməsi. Daru qaraşamı bu forma ilə yaranıb. Bu da arealın genişlənməsi ilə yaranıb. C.
Növün populyasiyaları öz arealı daxilində qalır. Bu ekoloji növ əmələ gəlmədir. Növ əmələ gəlmə prosesləri müasir dövrdə davam etmir, davam edir. Deməli 1-ə B, C, 2-ə isə A, D. Uzun müddət intensiv günəş şüalarının təsirinə məruz qalan insanda gün vurma və dəri yanığı müşahidə edilir. Adətən bu zaman dərinin yalnız üst qatı yanıqlara məruz qalaraq zədələnir. 28-ci sual. Dərinin zədələnmiş hissəsi hansı toxuma qrupuna aid edilir və o öz başlanğıcını hansı bir şeyin vərəqəsindən götürüb? Dərinin zədələnmiş hissəsi dərinin üst qatıdır. Bu epitel toxumasından əmələ gəlib və ektodermadan əmələ gəlib. Yəni doğru cavab epiteli, ektoderma. Günəşin hansı şüaların təsiri nəticəsində insanda belə hal yarana bilər? Deməli, günəşin ultrabənövşəyi şüalarından təsirindən nə olur? Dəri yanığı olur və bir də infraqırmızı şüaların təsirindən. Sonra 30-cu sual. Dərinin zədələnmiş hissəsində hansı maddələr sintez olunur və bu maddələrin çaşmaması nəyə səbəb olur? Deməli, dəridə bilirik ki, melanin hormonu, melanin pigmenti və D vitamini sintez olur. Və D vitamini çatışmadıqda insanda raxit xəstəliyi və yaxud da osteomilyasiya xəstəliyi meydana gəlir. Melanin də ultrabənövşəyi şüaların təsirindən qoruyur insan orqanizmini.